Deyirlər ki, ən ağıllı adamlar özlərini ağılsız kimi göstərənlərdir. Bilənlər, amma bilgisiz kimi görünənlər. Hər şeyi bilir, amma deyir, yox, xəbərim yoxdur ki, bilmirəm ki. A, doğrudan bu nə deməkdir ki? Filan yer haradır ki? Yəni əlavə informasiya öyrənmək üçün deyir. Deyirsən ki, hamı görünən bir şeydir. Necə sən görməmisən? Yox, xəbərim yox idi heç. Necə olar sənin gözündən qaçır hamıya aid olan belə bir şey? Hamıya açıq, yəni də ortaya qoyulan bir şey. Yəni xəbəri yox imiş. Və sən nəyisə bilməyəndə cahilsən. Nəyisə biləndə çox bilmişsən, hardan bilirsən? Nə vaxt öyrənmisən? Kimdən öyrənmisən? Yəni bunun o qədər incə bir çizgidir ki, atlatmaq lazımdır. Nəsə bunu bilmirəm, çox belə siyasətçil bir tonda, nəsə bir tereyağından qıl çəkər kimi bu məsələdən qaçmaq, ya daxil olmaq, necəsə maskalamaq, bu nə deyirdilər ona? Bilmirəm, bəlkə də doğru sözü hal-hazırda tapa bilmirəm. Amma yəni vəziyyətdən çıxmaq lazımdır bu tonda. Yəni də bilmirsən, hə, nə olar ki, bilmirsən? Bilmirsən, izah da vermirlər. Yəni bilməliydin. Versələr belə ya alaycı bir tonda, ya o qədər mənasız bir şəkildə olur ki, hər şey. Yəni bilmirəm də, bir şey bilməməyin nə qəribə bir şey ola bilər ki. Sən bilirsən, sadə bir dillə izah eləyə bilərsən, ya nəsə. O deyirlər, ən gözəl bir şey işdə hamıya sıfır ağ kağızmış kimi davranmaq, izah eləmək, aydın, rahat bir şey halına gətirmək.